Salam dostlar, kanalımıza hoş geldiniz. Bugün biz sizinle böyle bir məncənə düzəldəcəyik inşallah. Bu məncənəni də biz yığacağıq. Böyle bir şiverleri kesip Allah'ın köməkliyi ilə yığacağıq elə bir məncənə. Bundan bunu yığacağıq inşallah. Onun için de bize bir lazımdır. Sonra bir köhnə bir bu ştok üçün amortisatör lazımdır. Bu amortisatör ştokudur. Onu ben demiştim, bizim kanala abone olanlar bilir. Demiştim ki düzəldəcəm inşallah, göstərəcəm. Axır ki vaxt tapa bildik düzəltməyə. Bir götürürük deməli belə bir köhnə amortisatör. Gördüyünüz kimi amortisatör əyridir. Bunu da biz çıxartmışıq. Bizə kanala abone olanlar yəqin ki baxıb bilirlər. Prius gəlmişdi bizə. Amortisatörların təmiri idi, dəyişdirilməsi. Bagaj təmizləndi, belə işlər. Onun üstündən çıxan amortisatordur bu da. Böyle əziklər də var, böyle sürtüyü də var. Bu indi kəsib aşağısı lazım deyil bizə. Burasını ştokunu götürüb bir dənə bundan düzəldəcəyik. Onun da içində rezbası bu anker botdan olacaq. Ankerdən olacaq. Qaykalar da üstündədir gördüyünüz kimi. Bu böyle metrəlik vəziyyətdə satılır. Əmniyyətçi alıblarsa yadında deyil. Yəni böyük olduğu üçün böyük anker bot lazımdır ki güclü çıxa bilsin. İnşallah ardıcıllığını yavaş-yavaş çəkib göstərəcəm sizə. Deməli belə dostlar, bunu ştokun burasını üstünü kəsdik. Belə ayırdıq. Getdi ora. İndi bunu buradan ştoku çıxardıq. Deməli belə dostlar, bunu vurdıq, çıxartdıq, çıxmadı. Çəkillə vurdıq, çıxartdıq. Bu ştoku belə çıxdı içindən. Bunu da yavaş-yavaş bu ki ştoku plonjerdən çıxartmaq lazımdır. Onun içində əyri var idi deyənə gücdən çıxartdıq. Belə görünməyəcək amma dağıtdıq. İndi o birisini də vurup çıxardım. Bu ştoku çıxartdıq. Onun içindən burada onu da çıxartdıq. Bunu düzəltdiyimiz olan diskimizdə sıxırıq. Üstə bizim bu diski heç bağlı deyil deyənə. Biraz qalxır o tərəf. Deməli bunun içindən baxın o qədər şey bomba çıxdı, nəzik şeylər. İndi bunu biləcək amortizasiya. Bu da 14 qaykadır. Ona indi ilişib burada. Bunu vurup çıxardım görüm. Alır bu. Bir de bu. Bunları da çıxardacağım. Bu ştokun burada baxın əyrisi var. Əyri də aypara şəklindədir. Onu düzəldib inşallah qalan işlərimizə başlayacağıq, davam edəcək. Deməli ştoku düzəltdik. Bacardığımız qədər biraz əyrilik var amma ki bu şey dostlar. O ştok bunun kimi oynayacaq. Belə bir şey olacaq burada. Açıb bağlamaq üçün də məncənədir. Şimdi inşallah başlayaq bunu şiverleri ölçək. Bu da rusundur, qalındır. Bir tər kəsər inşallah. Bunun kimi bir şey yığaq. Sonra keçək içini düzəltməyə, üstünü. Ondan yığırıq. Bu içini də keçib başqa bir şeylə yığacaq. İşin gedişatında göstərəcəm hər şey sizə. Dostlar, mən demişdim ki, məncənənin üstünü o şiverlerdən qoyacağıq. İçinə də belə bir uqolnik tapdım. Üstünü laqondalayıb təmizlədim. Təmiz, qəşəng olub. İnşallah iç tərəfində təmizləyək. Sonra bu şiverlerimizi də təmizləyək. Burasını biraz döymüşük. Çəkişlə zadla. İndi onun üstü bütün qalan kraskadır. Onu da təmizləyək. Dostlar, bunu təmizlədik. İndi bunun burasında əyrilik var idi. Burasının əyriliyini götürürük, düzləşdiririk. Belə uqolniklə düz olsun deyənə, qırağı tam düz getsin deyənə. Bunu buradan düzləşdiririk. Və bu boyda biz məncənə düzəltsək, bu elə bir ki çox ağır olacaq, onu götürüb qoymaq olmayacaq içərə. Bunu da mən avtobusla göndərməliyəm, onu göndərəməyəcəm. Mən göndərəcəm, oradan götürən əziyyət çəkəcək. Onun üçün bunu təxmini belə, bu uzunluğunda təxmini biraz da gödək olsa, əsas ortası rol oynamır. Bu ortası buradan da olsa olar, buradan da olsa olar. Yəni rol oynayan onun içinin gedib gələnidir, buradan hansısı gedib gələcək. Onun uzunluğu da o buradan çıxa da belə. Bunun uzunluğun olmağı materialın heyif olmağıdır. Bir də ki gedib gələn hissəsi bu ortadakı hansı məncənənin bu hissəsi olacaq gedib gələn. Onun görünməməsidir. Orada görünəndə nə olacaq heç olmur. Yəni bizim o birisi məncənədə görünür. Hər şey indi bunu belə kəsək, gödəldək təzə. Belə biz burada nə iş gördük? Bizim bu şiverler çox enli idi. Biz bu şiverlerin ortasından belə kəsdik. Burada çünki bu uqolnikləri belə qoyanda biz məsafə çox qalırdı. Şiverləri biz məcburi kəsməli olduq. Ya bunların ortasına əlavə eləməliydik. O da həm çox kobud görsənirdi, həm də çox iri olacaqdı. Yəni ki yüngül işlər üçün alınan bir şey olmayacaqdı o. Ona görə də biz buradan bunu kəsib çıxartdıq. Şiverləri elə bir ki biz yeri uqolnik elə çevirdik də. Elədik yekə uqolnik. İndi bunları belə qoyanda belə
normal məsafədə qalır. Çox da belə səliqəli alınacaq inşallah. İndi bunları yüngülvari svarka ilə çeyləyək. Bunun üst tərəfindən elə belə pirixvatqa elədik, belə yalanla. Qaldı indi üst tərəfi. Buradan da bir dənə belə faska açıb yonan daşla onu bütöv axıra kimi, bu başdan o başa kimi şov gedəcəyik, sonra yonacağıq. Buradan da yüngülvari bir dənə belə birləşdirdik. Üzürü sayın da mən demişdim ki bunu çeyləyəndə faska açıb göstərəcəm sizə. O yadımdan çıxdı, göstərmədim. Bunu belə svarkalıq. Amma bunda mən faskanı sizə göstərirəm. Baxın, burada yaxşı görünür. Orada çox naqruska olmadığı üçün olmayacaq deyənə mən buna belə eləmişəm. Buradan belə faska açıb onu indi doldurub Allah qoysa o birisini düzəltmişik, amma bunu da təzədən inşallah çeyləyib göstərəcəm sizə. Belə yoldaşlar, bunları hazırladıq. Bunlar ikisi də hazırdır. O gedib gələn hissəsidir. Gedib gələn hissəsi, yəni ki bu hissədir, gedib gələn uzundur, görürsünüz. Bu üstdəki isə onun üstündə olandır. Onun altına biz list tapmadığımız üçün bu qalın şiverlərlə qalın da belə bir list var idi məndə burada. Bilmirəm neçəlikdir bu. Yarımdır nədir? Bilmirəm dəqiq. Nədənsə qusaq qalmışdı. Ondan da mənə 2 dənə belə plastinka çəkdik. Bunu belə deşiklər açmışıq, görürsünüz. 4 elektrodla. Deməli, bunu belə qoyacağıq inşallah. Bu deşiklərdən hamısını bir altdakına svarka eləyirik. O da olur zaklovka. Zaklovka svarka ilə biz bunu qalınlaşdırmış oluruq, belə qalın. Ondan sonra ki, bunun altdan svarkalanacaq ona boltlar ki, bu üst hissəni yox, alt hissəni aparıb gətirmək üçün. O qolu fırlatdıqca aparıb gətirmək üçün buna svarkalanacaq. Bu da nəzik olduğu üçün gücə düşəndə əyə bilər. Bunu içdən əyə bilər. Ona görə də biz bunu buradan 6 yerdən ortasını, bir də ki 6 yerdən qıraqlarını bir-birinə zaklovkalıyıq. Buradan ehtiyac yoxdur. Birdən deyirsiniz ki, bu başlardan da eləyərdin. Buralara ehtiyac yoxdur. Çünki bunlar gedib gələn bu hissənin ortasında qalan yer olacaq. Bax belə. Belə bir şey olacaq. Elə bir ki onun üstündə oturacaq. Bunu mən sizə göstərim. Bax belə olacaq. Belə olacaq. Belə. Bunu da sonra biraz zaklovka olduqdan sonra, svarkalanandan sonra bir buradan, 2 dənə buradan, 2 dənə də buradan bolt yeri deşəcək ki, harasa qoyub bu məngəni bağlamaq üçün. Bu da belə onun üstündə gedib gələcək. Yəni belə, indi altdakı getmir, indi bu belə, bu qalacaq üstdəki, altdakı buraya gedib gələcək. Zaklovkanı da göstərəcəm sizə necə eləyirik o dəmirdə. Ondan sonra başlayacağıq yığmağa. Əsas işlərimiz bu idi. Dostlar, deməli demişdik ki, bunları biz eləyib, svarkalayıb mən qoşulub göstərəcəm demişdim sizə. Deməli nədir? Bu yerləri görmüşdünüz də 6 dənə yer idi. O qıraqdan da 4 dənə belə deşmişdi. Sonra da 2 əlavə eləmişdim bura. Hamısını svarkaladım belə. 2 buradan, 1, 2, 2 də buradan. 2 dənə də buradan deşiyi açdım ki, bu bunun altında olacaq da. Bunun deməli bağlanan yerləri. Bir baxın, misal üçün bundakı necədir? Burada 1, 2 dənə var. 2 dənə də o bir üzündə var. Həmənki kimi də bunu sadəcə olaraq o belə deşdiyi birbaşa bolt keçirdib harasa məngənəni bərkitmək üçün. İndi inşallah bunlar da svarkalarımızı yonaq. Bunun möhkəm olması üçün baxın, buradan qıraqlarından da belə yüngül toçkalar vurduq ki, 2 list aralanmasın. Bunun ortasına svarkalayanda biraz deformasiya olan kimi oldu. Dedim aralanmasın diye. Hamısını belə toçkalamışam. Yəni bunu da yonduq. Hazırdır. Hamısı oldu gül kimi. İndi inşallah bunu bunun altına belə keçirdib. Şimdi onu svarkalayım. Onu da düzəldim, svarkalayım. İnşallah onu da göstərəcəm. Onun içində stokun gedib gəlmə şeyi var. Rezbalı. Onu yəni ki açıb bağlayam. Onu da göstərəcəm. Sizə necə açılır, bağlanır inşallah. Deməli belə dostlar, biz nə elədik? Bu hazırdır. Bunun hissəsində belə bir yer düzəltdik ki, boltumuz, bir baxın, bolt oradadır. Bolt gedib gəlmək üçün yer düzəltdik. Belə qalın plankası var, qalamışıq. Baxın, qalındır, əyilməyəcək. İnşallah düzəltdik. Deməli, bir dənə məsələ var bizdə. Deməli, bu şiverləri oradakı otusturanda, şiverlərlə bu uqonik demək olar ki, eyni qalınlıqda olduqları üçün, baxın burada, hələ bu uqonik şiverlərdən hündürədə axır biraz. Onun üçün biz belə çıxıntılar svarka ilə qoyduq. Belə toçkalar
qalan toçkalar qoyduq ki, iki tərəfdən də bu qoyunluqdan belə hündürə qalxsın ki, sən içində gedib gələ bilsin. Mən də onun üstə belə burada göstərəcəm, belə təxmini, yəni izah olansın. Ben buna qoyuruq. Təxmini belə bir şey. Bence bu şey verilir. Bunun içində gedib gələndə, baxın, gedib gəlir, görürsün. Bunun içində gedib gələndə manetçilik törətməsin. Amma o toçkalar olmayanda, baxın toçkalar olmayanda şiveller gedib gəlmədi. Bunu üstəki plankanı onu gedib gətirir. İndi amma baxın, bunu aparaq, şiveller qalır. İstədiyimizə nail oluruq inşallah. İndi sizlər bayaq sürümdən çıxdığını göstərmədim hazırlanmağını. Bu ştok amortisatördən də köhnə amortisatör ştokudur. 2 dənə qayka svarkalayıb. Bunlar yəni böyük rol oynamır ki, bunu böyle dərindən svarka eləyəsən. Sadəcə ola bir iki toçka olsa bəs eləyib. Burası qaykaların da başını böyle yonuruq ki, səliqəli görsün. Burada 2 qaykadır, yenə həmçinin öz aralarında svarkalanıb və üstü yonulub. Bu adicə 15'lik qaz turbasıdır. Qaz turbasını belə vurub eləyirik ki, bunu fırlatmaq rahat olsun. Bunu da böyle sonra bura keçirib rahat gəlib gəlsin. Bura keçirdəcəyik. Şimdi içərdən 2 dənə bu qaykaları bağlayacağıq onun üstünə. Şaybanı da qoyacağıq. 2 qaykanı bağlayıb içərdən. Şaybanı çöldən qoyacağıq buradan. Qaykaları içərdən, rezbəyə içərdən bağlayacağıq. O fırlananda gedib gəlsin. Yəni bunu aparıb götürə bilsin dəvət aladan var. Bəli, indi onu mən bağlayayım onun üstünə. Sonra ortasına yenə də 2 qayka svarkalamalıyıq. O tən ortadan ki belə bu ştok gedib o qaykaların içinə keçsin ki, dağıtıb gətirsin bunu. Deməli onun hündürlüyünü bayaq dediyim kimi bu boltun qaykaları ilə bunun hündürlüyünü tutmaq üçün, yəni ki düz gedib gəlsin deyənə biz belə 3-4 dənə planka bir-birinə svarkalayıb sonra bunu svarkaladıq mərkəzdən. Deməli bax xəttin ortasında mərkəzdə svarkaladıq ki biz indi inşallah o qaykaları da bunun üstünə svarkalayırıq. Sonra ştoku qoyub aparıb gətirməyini yoxlayacağıq. Onu da belə svarkaladım. Bura indi inşallah bunu bağlayacağıq ora. İşte bunu bu xəttlərin üstündən qoyub svarkaladıqdan sonra inşallah onu keçirdik bura. Bir dənə qalır başlıqları. Hələ ki başlıqlar arası burası. Bu buynuz hissəsi. Onu da inşallah orada uğanlıkımız var. Uğanlıkdan kəsib düzəldib keçəcəyik inşallah. Deməli, başım qarşı bir şey. Çəkiliş yaddan çıxıb. Bunların burada durmaq üçün belə. Burada suxarlar yapışacaq. İnşallah vuracaq bu suxarları da burasına. Ön hissəsidir. Burası. Bu olacaq. Belə bir şey. İnşallah. O da alt hissəsidir. O da oradadır. Yəni o da hazırdır. Onun içini zadını kraskalamışıq, qalıb üstləri. Bunu da inşallah bunları düzəldib, onu svarkalayıb qutarmışam. Bunu da belə svarkalayım. Burada toçkalar vurulub. Bütün svarkalayım. Hamısı qoyulub. Qapaqlar, zıtlar, toçkalar vurulub. Bunları indi inşallah svarkalayım. Bu balaca hissəsidir. Onundur. Bu yekədə buranındır. Prosto onu tez eləmişəm. İndi bunları da yerinə svarkalayanda bir balaca belə məsafə ilə eləyəcəyik ki, yaxşı otursun. Bunları da belə yonduq, hazırladıq. Tərtəmiz elədik hər tərəfini. Belə oturacaq. İnşallah bu da buradan belə oturacaq ki, bunun içinə bura girəndə bunlar ağız-ağıza gəlib bir-birinə oturacaqlar belə düz. Bunları indi svarkalayım. Sonra hamısını göstərəcəm sizə. Bunları da yapışdırdıq. Deməli bura belə qəşəng. Pisdən yaxşıdan nəsə alındı indi Allahın köməkliyi ilə. Bunu da belə svarkalamışıq. İndi svarkaladıq. Maşallah pis çıxmayıb. Geçən. Yaxşı Allahın köməkliyi ilə. İşte indi bunları yonaq, təmizləyək bunun kimi. Belə yoldaşlar, bu da bizim məncənə nəhayət ki bitirdik. Bunun dişləri belə versiyasıdır. Bu hələ ki boyanmayıb. İnşallah belə göy rəngdə boyanacaq bütöv. Bu bizim öz məncənəmiz. Çoxdan düzəlmişdi. Deməli bunun ağzının açılışı baxın 10 cm idi maksimum. Biraz da açıla bilər, amma orada rezborji çıxa bilər qaykadan. Təzənin isə 15 cm. Yenə açıla bilər, amma belə norma maksimum 15 cm-lıq
nəysə bir şey qoyub sıxıb iş görmək olar. Bunda 10 santidir. Bu öz məncənəmizdir. Ən birinci düzəltdiyim yəni məncənə budur. Sonra da yəni bunu düzəltmişik. Bu da bizim qonaqdır. Gəlib baxmağa ki nədir. Boyayaq. Axırda da boyanmış halını göstərəcəm sizə. Bu da bizim məncənəmiz dostlar. Bu kraskalanmış hazır vəziyyəti. Baxdığınız üçün təşəkkür edirik. Bəyənib like eləsəz, abunə olsaz çox sevinərdik. Çox sağ olun, təşəkkür edirəm.